30 aprel 2026-cı il tarixində Qərbi Azərbaycan icması Amasya rayon icmasında növbəti iclas keçirilmişdir. İclasda icma üzvləri, ziyalılar və dəvət olunmuş qonaqlar iştirak etmişlər. Amasya icmasının sədri akademik Abel Məhərrəmov iclası açaraq iştirakçıları salamlamış, tədbirin əhəmiyyətindən bəhs etmiş və gündəlikdə duran məsələləri ətraflı şəkildə diqqətə çatdırmışdır. Tədbir zamanı milli mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində görülən işlər xüsusi vurğulanmışdır. İclasda Aşıq İskəndər Ağbabalının 100 illik yubileyinin keçirilməsi ilə bağlı növbəti müzakirələr aparılmış, yubileyin yüksək səviyyədə təşkili üçün təkliflər irəli sürülmüşdür. Bildirilmişdir ki, bu cür tədbirlər milli irsimizin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Gündəlikdə Azərbaycan Yazıçılar Birliyinin üzvü şair publisist Şəmsi Qocanın 65 illik yubileyinin qeyd edilməsi məsələsi də geniş müzakirə olunmuş, onun ədəbi fəaliyyətinin və ictimai xidmətlərinin yüksək qiymətləndirilməsi qeyd edilmişdir. İclasda Güllübulaq kəndindən olan Əli Əliyevin 90 illik yubileyi və Fərhad İsmayılovun 70 illik yubileyi münasibətilə onların uzunmüddətli fəaliyyəti və icma həyatındakı xidmətləri nəzərə alınaraq fəxri fərmanla təltif olunmaları barədə qərar qəbul edilmişdir. Mükafatlar Amasya icmasının sədri Abel Məhərrəmov tərəfindən təntənəli şəkildə təqdim olunmuşdur. Daha sonra təşkilati məsələlərə baxılmış, icmanın idarə heyətinin formalaşdırılması istiqamətində müvafiq qərarlar qəbul edilmişdir. Güllübulaq kənd icmasının sədri Əliyar Mehdiyev idarə heyətinə üzv seçilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. Onun yerinə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair publisist İmran Güllübulaqlı Güllübulaq kənd icmasının sədri vəzifəsinə təyin olunmuşdur. İclasda əməkdar jurnalist Professor Avtandil Ağbabalı, elmlər doktoru Professor Aslan Bayramov, fəlsəfə doktoru Şahbaz Balakişiyev, şair Şəmsi Qoca, Qərbi Azərbaycan icmasının məsul işçisi Əhməd Rzayev, Amasya icmasının sədr müavini Polkovnik Elmar Hüseynov, Aşıq Faxfur İskəndəroğlu, qabaqcıl təhsil işçisi pedaqoq Rza Elləzov və Vaqif Məhərrəmov çıxış edərək müxtəlif təklif və təşəbbüslərlə çıxış etmiş, icmanın gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparmışlar.